Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Raritet avtonəqliyyat vasitələrinin idxalı, ƏDV, aksiz və gömrük rüsumundan azad ediləcək. Xəbər verilir ki, bu məsələ Milli Məclisin dünənki plenar iclasında müzakirə olunan vergi məcəlləsi və gömrük tarifi haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şasisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet nadir avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi bu şərtlər çərçivəsində tənzimlənəcək. İdxalın müvafiq dövlət orqanının təsdiq edici sənəd əsasında həyata keçirilməsi, idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqdim ili ərzində bir ədəddən ölkə üzrə ümumilikdə 10 ədəddən çox olmaması. Qeyd edilib ki, raritet avtonəqliyyat vasitələrinin idxalının ədəvi, aksiz və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir il çox müstəqil qəbul edilib.